Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, nəğməkar şairə Gülxar Əmrahqızı şeiri səsləndirdi Töhfə Məmməd qızı. İstəmirəm kəndimizə şəhid gəlsin. Mən qələbə gözləyirəm. Mən qələbə istəyirəm. İstəmirəm kəndimizə şəhid gəlsin. İstəyirəm igidlərim geri dönsün. İstəmirəm kəndimizə şəhid dönsün. Uca boylum, sipər olum kürəyinə. İgid oğlum, təpər olum ürəyinə. Anan qurban, bacın qurban, vətən deyən o qeyrətli ürəyinə. Qələbənin xəbərini gətir oğlum. Şad xəbəri analara yetir oğlum. İstəmirəm kəndimizə şəhid gəlsin. İstəyirəm qəhrəmanlar geri dönsün. İstəyirəm elçi gedim. İstəyirəm xonça tutum. İstəyirəm oğul toyu nəvə görüm. Mən boyuna qurban olum. Şəhid adı müqəddəsdir, amma İstəyirəm igidləri bəy taxtında mən bəxtəvər, xoşbəxt görüm. İstəmirəm kəndimizə şəhid gəlsin. Qələbə ilə bu döyüşü bitir oğlum. Gözəl qızlar yol gözləyir. Tez özünü yetir oğlum. İstəmirəm kəndimizə şəhid gəlsin. İstəmirəm bağ çəkilsin ürəklərə. İstəyirəm gəlin görüm nəvə sevim. İstəmirəm yetim qalmış bala görüm. İstəmirəm kədər qonsun ürəklərə. Mənfur düşmən sən toxunma. Mənfur düşmən sən toxunma. Çinar boylu igidimə. Bir Azəri övladıdır, o əyilməz düşmənin heç birini. Bir Allahın qoruduğun heç bir düşmən yıxa bilməz. Haqq yoludur bu yolumuz, qarşımızda dağ da belə dura bilməz. Dualarım səninlədir, igid oğlum. Sən məhv elə düşmənləri, açıq yolun uğur olsun. İstəmirəm kəndimizə şəhid gəlsin. Vətənini azadlığa yetir oğlum. Sağ salamat qələbənin xəbərini analara yetir oğlum. İstəmirəm kəndimizə şəhid gəlsin. İstəyirəm kəndimizə gəlin gəlsin. İstəmirəm kəndimizə şəhid gəlsin. İstəyirəm kəndimizə gəlin gəlsin. İstəyirəm kəndimizə gəlin gəlsin. Dayanma.